Bu videodan özümü tuturam Vilayət Eyvazov cənablarına. Cənab nazir, sizdən xahiş edirəm. Bu məsələ barədə birinci özünüz bu məsələnin üstünə düşün, bu məsələnə bir aydınlıq gətirin. Sizlərdən xahiş edirik. Mən taksi şoförüyəm. Günü 25 manata maşın sürürəm. Gündəlik 25 manat maşının verirəm, sürürəm də. Neyniyim? Yəni nəqd pulum yoxdur. 10 min, 15 min, 20 min pulum yoxdur ki, gedim altıma maşın alım. Azərbaycan vətəndaşıyam, Azərbaycanda yaşayıram. Mən bu vətəndə yaşamağım üçün canımdan keçmişəm, qanımdan keçmişəm. Cənab prezidentimizin bir kəlmə sözünə biz canımızı irəli verib döyüşdə necə cəsarət göstərmişik. Bu günləri heç onu da dilə gətirməyik. Borcumuz idi, getdik, elədik. Və bu günləri Nazirlər Kabineti taksi işi ilə bağlı taksi sürücüsünə nə sənəd lazımdırsa aldırır. Baxın. Nəsə, görün nə qədər sənət almışam mən taksi işləmək üçün. Narkolojidən keçmişəm, sertifikat almışam, buraxılış kartı, buraxılış vəsqəsi, video registrator, post terminala qədər almışam. Bu günləri mən bu vətəndə normal halda taksi işləmək üçün mən müştərini bir yerdən götürə bilmirəm, müştərini düşürdə bilmirəm. Şəhərin hər hansısa bir mərkəzində mən müştərini götürə bilmirəm, müştərini düşürdə bilmirəm. Dünənləri sahildə bir müştərini götürmək üçün fırlanıram sahilin ortasında. Fırlanıram da bir yerdə dayana bilmirəm. Çünki müştərini götürməyə bir astonovka qoymayıblar. Astonovkada qoysa, astonovkaya da girirsən 40 manat 2 bal pravaya cərimə gəlir. Niyə bu 40 manat 2 bal? 40 manata da 2 bal cərimə gələr. Yerüstü Nəqliyyat Agentliyinin başında kim dayanır, cənab nazir? Niyə onları bir sıxma boğmaya salmırsınız? Bu günləri mən hər hansısa bir vətəndaşın naqlı yolda saxlayıb, desəm ki, mənə 80 manat pul ver, 1 saniyə, 5 saniyə, 1 dəqiqə içində ondan 80 manat alsam və o da polis əməkdaşına müraciət eləsə, polis əməkdaşı mənim dərimi boğazımdan çıxardacaqsa, sən niyə vətəndaşı yolda saxlatdırıb cibinə girmişsən, 80 manat pulunu almışsan? Həmin vaxtı mənim dərimi boğazımdan çıxardacaqlar. Bəs mənim niyə, bax bu, ayna, yerüstü Nəqliyyat Agentliyi, niyə mənim cibimə girir axı? Niyə bunun hesabını soran yoxdur, cənab nazir? Niyə bizi bu həddə çatdırıbsınız ki, biz bu vətəni sevə bilmirik, bu dövləti sevə bilmirik? Mən bu vətənimi sevməsəydim bu günləri, hörmətli prezidentimiz tərəfindən medalı ilə tərtib olunmuşam. Cənab nazirimiz Əli Əsədov tərəfindən medalı ilə tərtib olunmuşam. Bu günləri mən bu vətənimi sevməsəydim, gedib döyüşməzdim və bunlarla da məni tərtib eləməzdilər. Mənim kimi cavan, gənc oğlanlar ailə başçısıdır. Bu günləri elə ailə var ki, 3 dənə, 2 dənə, 3 dənə, 5 dənə uşağı var. Evladına baxsın, yoxsa bu dövlət üçün cərimə versin. 657 manat cərimə ödəmişəm keçən ay. Bundan qabaq 400 manat ödəmişəm. O 400-dan qabaq 300. İnandırım sizi, at familiyamı vurun, yoxlayın, bir il ərzində 3000-dən çox cərimə vermişəm. Mənim bu balalarım bu pulu yiyə bilməz. Bunlar hamısı puldur. Allahımıza and olsun puldur. At familiyamda da hamısı puldur bunlar. Bu pulu mən hansısa üzr istəyirəm, şərəfsizin balasına yedizdirmişəm, vicdansızın balasına yedizdirmişəm. O kameranın arxasında oturanın evində Nurjenli bir balası yoxdur, əzizi yoxdur, ona bir hörmət eləmirmi? Bu cəriməni mənə göndərəndə bir düşünmürmü ki, yəni bu vətəndaş 80 manatı rahatçılıqla qazanır, yoxsa çətinçiliklə qazanır? Bu 80 manatı, 40 manatı, 50 manatı, 60 manatı göndərən şəxs fikirləşmirmi ki, bunun qapısı bir dəqiqalıq açılmayıb? 10 saniyə ərzində cərimə gəlir bizə. Cənab nazir, bu Nazirlər Kabineti yığışdılar, bir qərara gəldilər ki, bu taksi işləmək üçün təzə maşın almalıdır, bütün sənədləri yığmalıdır, yığmışıq da, video registratora qədər var, bütün sənədlərimiz var bizim. Mən övladlarıma bu vətənimi sevdirə bilmirəm. Cənab nazir, valla bu vətəni sevdirə bilmirəm, bu dövləti sevdirə bilmirəm. Bizim bir dənə sevdiyimiz şəxs, o da Prezident İlham Əliyevdir. Allah onun canını sağ eləsin. Bu günləri gör, bilmir daxildə əlləşsin, bilmir xaricdən əlləşsin. Düşüb mənim dalımca gələcək ki, Namiq bu günlər cərimə yiyib. Onun işi gücü yoxdur. Onun işi gücü mənə nə aidiyyəti var? Prezidentlə mənim nə aidiyyətim var? Ya prezident mənim işimlə nə əlaqəsi var? Mən aşağı qurumlara deyirəm, aidiyyəti qurumlara deyirəm sözümü. Baxın, bu işlərlə maraqlanın. Biz şəhərdə ən azından 2 dəqiqə vaxt verilsin ki, bu qapı açılsın. Mən benzinim qutarır, aşağı düşə bilmirəm şəhərin ortasında. Qutardı da nəqliyyatdır, bu texnikadır, ola bilər. Yadımızdan çıxar ki, benzin vurmamışıq. Benzin qutardı, mən qapımı aça bilmirəm. Açsam qapımı 1 saniyə ərzində 80 manat 2 bal. Hər yerdə kameradır. Bu yerüstü Nəqliyyat Agentliyinin başında kim dayanır ha? Bax, ona deyirəm sözümü. Vicdanını qoy qabağıva, bir qərara gəl. Sən bu millətə düşmənsən, çıx açıq aydın denən, mən bu millətə düşmənəm. Yox, əgər bu millətə sən doğru düzgün atasan, qardaşsan, anasan, bacısan, nəsilsən, köksən, çıx denən, biz də bilə işimiz ki, doğrudan da bu bizə hər şeydir. Yəni bizi sevəndir. Sən yerüstü Nəqliyyat Agentliyinin başında dayanan, sən istəyirsən ki, bu vətəndaşlar bu vətənə nifrət eləsin, amma onu da görməyəcəksən. Biz minlərlə də cərimə ödəsək,
namusumuzu, şərəfimizi öz vətənimizə qarşı satmarıq. Bunu yadında saxla. Amma sən namuslu, şərəfli ola bilər ki, satarsan. Ola bilər ki, biz satmarıq.